Salam dəyərli izləyicilər. Azərbaycan dili toplu ikinci hissə 24-cü testin davamını işləyirik. Deməli, başlayırıq 24-cü sualdan. Abituriyentlərin əksəriyyəti imtahana ciddi hazırlaşmışdı. Cümləsindəki sözlərin morfoloji izahındakı səhvi müəyyən edin. Deməli, səhvi istəyir. A variantı. Ciddi adi dərəcə olan sifətdir. Diqqətli olun. Ciddi hərəkətə aiddirsə, yəni felə aiddirsə, sifət yox, zərf olacaq. Və burada ciddi sözü hazırlaşmışdı sözün yanında işləndiyi üçün, felə aid olduğu üçün zərf oldu. Əgər desəydi ki, ciddi adam, deməli, onda sifət olacaqdı və adi dərəcə olacaqdı. Amma burada hərəkətə aid olduğu üçün zərfdir. Deməli, digər suallara daha cavablar, variantlara baxmağa ehtiyac yoxdur. 25-ci sual. Cənubi Azərbaycandakı əhalinin əsas tərkib hissəsini Azərbaycanlılar təşkil edirlər. Cümləsindəki sözlərin morfoloji səhlindəki səhvi müəyyənləşdirin. A variantı. Əhalinin müəyyən yəlik halda olan isimdir. Düzdür. Sonra B. Azərbaycandakı xüsusi Azərbaycanlılar ümumiyyətlə daşı şəkilsini görsəniz, isim yox, diqqətli olun. Dakı, isim yox, sifət götürün. Və dakıdakı şəkilsili söz harada görsəniz sifət götürürsünüz, adi dərəcədir, hansı sualına cavab verir, digər sifətlərdən fərqi olaraq. Sonra baxırıq 25-ci suala. 25-ci sual oldu B variantı. 26-cı sual. Cümlədəki sözlərin morfoloji izahı ilə bağlı yanlış fikri müəyyən edin. Deməli, ambara daşınası yükümüz hələ çoxdur. Çoxdur qeyri-müəyyən miqdar sayıdır. Bəli, xəbərli şəkilsi qəbul etmişdir. Düzdür. B variantı. Yükümüz adlıq halda olan sadə isimdir. Bəli, ümid burada mənsubiyyət şəkilsisidir. Hələ sadə zaman zərfidir. Bu da düzdür. Daşınası feildir, təsdiqdədir, lazım şəklindədir. Xeyr, burada daşınası yük deyir. Necə yük? Deməli, burada sifətin sualına cavab versə, artıq burada asıl əsli şəkilcili söz feilə qoşulub və feili sifət olub. Deməli, bunu da qeyd edeyim ki, feilin təsviflənməyən formalarının şəkilçiləri qrammatik şəkilcidir. Burada daşınası feildir, amma lazım şəklində deyil, feili sifətdir. Feilin təsviflənməyən formasıdır. Ona görə burada cavabımız olacaq D variantı. Keçirik 27-ci suala. Mənsur bağçadakı bitkilərin çoxunu tanımırdı. Cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Bağçadakı düzəltmə yer zərfidir. Yenə dakıdakı şəkilsi var və dakıdakı şəkilsini harada görsəniz sifət götürün. Deməli, burada cavab 27 A-dır. Digər variantlara baxaq. Bitkilərin yəlik adı olan düzəltmə isimdir, düzdür. Mənsur xüsusi isimdir, adlıq haldadır. Çoxu, U mənsubiyyətdir və ikinci isə U təsirli kal şəkilsidir. Aralarında N isə bitişdiricidir. Tanımırdı, feildir, inkardadır, indiki zamandadır. Bu da düzdür. 28-ci sual. Y variantına baxarıq elə birbaşa. Çünki burada sualın yarısı digər tərəfdə olduğu üçün oxuyaq sualı sonra. Mən kökümlə bu torpağa bağlıyam misrasındakı sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Kökümlə təzə hərəkət zərfidir. Kök isimdir, köküm yəlik aldı, lə də qoşmadır. Baxaq. Mən kökümlə bu torpaq, bəli, kök isimdir, mənsubiyyətdir, la da qoşmadır. Deməli, burada tərz hərəkəti zərfi deyil. Ona görə Y variantıdır. 30-cu sual. Bu torpağın hər qarışı qızıldır. Sözlərin morfoloji izahı ilə bağlı səhvi istəyir. Yenə burada səhvi istəyir. Qızıldır, isimdir, adlıq haldadır, bəli və qızıl burada xəbər vəzifəsində işlənmişdir. Bu işarə əvəzliyidir, bu da düzdür. Torpağın isimdir, müəyyən yəlik haldadır, bəli. Torpağın qarışı, deməli, ön yəlik halda özündən sonra da mənsubiyyət tələb edib. D variantına baxarıq. Qarışı, üçüncü şəxsin mənsubiyyət şəkilsiz qəbul etmiş, bu da düzdür. Hər
sifətdir? Xeyr, hər əvəzlikdir. Hər qarışı təyin əvəzlikdir. Hansı sualına cavab verir, amma təyin əvəzlikdir. Ona görə 30-da Y variantı. Keçirik. 31-ci sual. Yaxınlıqdakı arxdan qurbağaların gurultusu eşidilirdi. Yenə səhv istəyir morfoloji təhlillə bağlı. Qurbağaların isimdir, cəm və yiyəlik hal şəkilsi qəbul etmişdir. Arxdan çıxışlıq hal şəkilsi konkret isimdir. Bu da düzdür. Yaxınlıqdakı yenə eyni şəkilçini qoyurlar. Dakını harda görsəniz, deməli nə götürürsünüz? Sifət götürürsünüz. Adi dərəcədir və hansı sualın, ancaq hansı sualına cavab verən sifətdir, zərf deyil. Ona görə cavabımız burada 31-də C variantıdır. Keçirik növbəti sual, 32-ci sual. Qarabağda Zəfər bayramının lap vaxtıdır, bayramının vaxtıdır. İndi yenə səhvi istəyir, baxırıq. Vaxtıdır mənsubiyyət şəkilçili sadə isimdir. Bəli, vaxtıdır sözü özündən əvvəl yiyəlik hallı söz tələb edirsə, deməli burada mənsubiyyətdir və adlıq haldadır, xəbər vəzifəsindədir. A variantı düzdür. Qarabağda xüsusi isimdir, yerlik haldadır. Düzdür. Sonra bayramının isimdir, mənsubiyyət və yiyəlik hal şəklini qəbul etmişdir. Düzdür. Lap ədaddır, düzdür. Zəfərin bayramı. Adlıq halda işlənən mücərrəd məna. Xeyr, qeyri-müəyyən yiyəlik haldadır. Deməli, burada 32-də Y variantı cavabımızdır. Adlıq deyil, qeyri-müəyyən yiyəlik haldadır. Sonra 33-cü suala baxırıq. İdarə rəisi dəri plaşını geydiyi cümləsindəki sözlərin morfoloji izahındakı səhvi müəyyən edin. Baxırıq, plaşını mənsubiyyət və təsirlik hal şəkilçili isimdir. Bu düzdür. İdarə yiyəlik halda olan sadə isimdir. Bəli, idarənin rəisi yəni. Rəisi, bəli, idarənin yiyəlik haldadırsa, ondan sonraki sözlər rəisi sözüdür və mənsubiyyət şəkilçisini qəbul etmişdir. Sonra D variantı qeydi məlum növdədir. Bəli, digər növ şəkilçisi yoxdursa, məlum növdədir. Keçmiş zamanda olan feildir. Dəri sifətdir. Adi dərəcə olan xeyr. Sifət deyil axı, dəri isimdir. Dəriyə verilən addır. Rezinə verilən bir addır. Ona görə dəri burada sifət yox, isimdir. Ona görə Y variantı səhv cavabdır. Yəni cavabımız da səhvi istəmişdi. 34-cü suala baxırıq. Hələ ona deyiləsi çoxlu sözüm olacaq. Cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Hələ dəqiqləşdirici ədaddır. Xeyr, suala cavab verir. Nə zaman olacaq? Sözüm ona olacaq. Hələ burada olacaq zaman zərfi. Deməli, dəqiqləşdirici ədad deyil, səhvdir. Suala cavab verirsə, əsas hissəsi, yəni zərfdir. Cavabımız burada 34-də A-dır. Keçirik növbəti suala. 35-ci sual. Məsələnin həlli yolu deyəsən 2-dir cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Səhvi istəyir. Deyəsən modal sözdür. Bəli, fikrə münasibət bildirir, güman şübhə bildirir. Yolu isimdir, adlıq haldadır. Bu da düzdür. Məsələnin həlli yolu. Yolu burada bəli mənsubiyyət özündən əvvəlki yiyəlik hallı söz tələb edir və yiyəlik halından sonra da mənsubiyyət gəlib. Sonra məsələnin dediyi isimdir, yiyəlik haldadır, izah elədik onu. 35-də D variantına baxın. Həlli isimdir, təsirlik haldadır. Əgər məsələnin həllinin yolu görürsünüz, həlli qeyri-müəyyən yiyəlik haldadır. Ona görə elə də cavabımız bu variantdır. Sonra keçirik 2-dir saydır, o da xəbər şəkilsini qəbul etmişdir. Bu da düzdür. Keçirik növbəti suala. 36-cı suala baxırıq. Yenə tarın səsi hamını məftun etmişdi. Cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyənləşdirin. Səsi mənsubiyyət şəkilçili isimdir, düzdür. Yenə zaman zərfidir. Bəli, quruluş da sadədir. Çünki düzəltmə yeniləşik şəkilçisi yoxdur. Tarın yiyəlik halda olan konkret isimdir. Bəli, tarın səsi hamını qeyri-müəyyən əvəzlikdir. Hamı. Düzdür. Görək növbəti burada nə var? Üçüncü şəxsin mənsubiyyət şəkilçisi ilə işlənib. Hamını. Hamı.
qeyri-müəyyən əvazlikdir. Üçüncü şəxsin mənsubiyyət şəkilçisi ilə işlənib. Hamı, hamı. Mənsubiyyət yoxdur axı burada. Birbaşa təhsillik hal şəkilçisi qəbul edilir. Hamı sözdür və n da burada təhsillik hal şəkilçisidir. Deməli 36-da D variantı cavabımızdır. Sonra 37-ci suala baxırıq. Vəzirin fikirləri məclisdəkilərdən tək Əli xanı qane etmədi. Cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi istəyir. Xanı təhsillik haldadır, düzdür. Kimi? Xanı. Sonra qane etmədi. Xəbər şəklində olan feildir. Tək qoşmadır. Bu da düzdür. Məclisdəkilərdən tək. Yox, tək burada məclisdəkilərdən tək Əli xanı. Yalnız Əli xanı. Qoşma deyil, ədaddır. Deməli, burada cavabımız elə C variantıdır. Sonra keçirik növbəti suala. 38-ə baxırıq. Tələbələr gülə-gülə auditoriyadan çıxaraq həyata endilər cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyənləşdirin. Yenə səhvi istəyir. Baxırıq. Çıxaraq həyata, çıxaraq feili bağlamadır, düzdür. Sonra tələbələr sadə isimdir, adlıq haldadır, o da düzdür. Həyata yönlük, auditoriyadan çıxışlıq haldadır. Endilər sadə feildir, düzdür. Endi, en sözün köküdür. Di də burada şüudi keçmiş zamandadır, bu da düzdür. Gülə-gülə mürəkkəb tərz hərəkət sərfidir. Yadınızda saxlayın, təkrar olunan A şəkilçisi feili artırılıbsa, gülə-gülə, yaza-yaza, baxa-baxa bu tipli sözləri uşaqlar həmişə zərf götürür, o səhvdir. Feili bağlamadır bu cavab. Burada cavab. Sonra keçirik 39 suala. Zəng çalınanda meydançada söhbət edən şagirdlər yuxarı qalxdılar cümləsində sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Zəng şagirdlər sadə isimlərdir, adlıq haldadır. Bəli. Sonra çalınanda söhbət edən biri məchul, digəri məlum növdə olan feili bağlamadadır. Feili bağlama çalınan da söhbət edən biri məchul, digəri isə məlum növdə feili bağlama deyil axı. Söhbət edən anən burada feil sifət şəkilçisidir. Elə cavabımız B variantıdır. Sonra keçirik növbəti suala. 40-cı suala baxırıq. 40. Qulağına həmişə firuzə qaşlı sırğa taxardı. Cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyənləşdirmə, səhvi istəyir burada da. Baxırıq. Qulağına isimdir, sadədir, mənsubiyyət və hal şəkilçisi qəbul etmişdir. Bəli, qulağı mənsubiyyətdir, ada yönlük hal şəkilçisidir. Sırğa isimdir, sadədir, hələ ki düz gəlib, adlıq haldadır. Xeyr, sırğanı taxardı, onu taxardı. Ümumiyyətlə, həmin sözün təhsillik halda olduğunu bilmək üçün həmin sözü, onu sözü ilə əvəz edirsiniz. Əgər əvəz edə bilirsinizsə, deməli, həmin söz təhsillik haldadır. Onu taxardı deyə bilirik. Bəli, deməli, burada adlıq yox, təhsillik haldadır. Cavabımız B variantı. Keçirik növbəti suala. 41-ci sual. Cümlələrin hər ikisinə aid olan ortaq fikri müəyyən edin. Baxaq, feil idi köməkçi sözü ilə işlənmişdir. Azmışdı. Burada azmışdı. D ilə işlənib, idi hissəci işlənib, amma ikinci cümlədə isə dilləndi və yaxud da düşündü özü şüidi keçmiş zamandadır. A səhvdir. Feil xəbər şəklində keçmiş zamanda quruluşca sadədir. Baxaq, azmışdı, dillən artıq düzəltmədir, bu da yoxdur. C variantı. Yalnız qrammatik mənası olan sözlər işlənmişdir. Bizdə bir dəfə yayda burada var. Nazim düşündü sonra. Deməli, birinci cümlədə bizdə də bağlayıcı var, amma ikinci cümlədə köməkçi nitq hissəsi yoxdur. Yəni, köməkçi hissəsi yalnız qrammatik mənası olan sözlərdir. Leksik mənası yoxdur. Ona görə C də səhvdir. D-yə baxırıq. Düzəltmə zərf işlənmişdir. Baxaq, bir dəfə yayda bir dənə düzəltmə zərf. Sonra Nazim düşündü, sonra astadan, asta sözdə bir dənə düzəltmə zərf astadan. Deməli, cavabımız burada D variantıdır. Keçirik növbəti suala. Pristavın
Pristavın xörəyindən quldurlara da az-maz çatırdı cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Baxaq, pristavın xörəyindən quldurlara da burada iştirak bağlayıcıdır, bəli. Da əsasən xəbərdən sonra gələndə ədat olur, amma digər məqamlarda bağlayıcı olur. B-yə baxırıq. Az-maz mürəkkəb qeyri-müəyyən miqdar sayıdır. Az-maz çatırdı. Burada diqqətli olmaq lazımdır. Az-maz burada hərəkətə aiddir. Hərəkətə aid olduğu üçün də deməli say yox, zərf sayılır. Cavabımız burada B variantı. Sonra növbəti sual. Bir nəfər şəxs irəli çıxıb onu yaxşı tanıdığını dedi. Cümləsindəki sözlərin morfoloji xüsusiyyətləri ilə bağlı yenə səhvi istəyir. Baxırıq. Bütün əsas nitq hisarına aid söz işlənmişdir. Baxaq. Bir nəfər, iki nəfər, bir dediyi olsun say, şəxs, isim, irəli, zərf, çıxıb, feil, onu əvəzlik, yaxşı tanıdığı. Siz bunu qarışdıracaqsınız. Yaxşı burada sifət deyil, zərfdir. Bu deyil. Çünki tanıdıq da yenə feildir. Dedi yenə feildir. Deməli, hansı işlənməyib? Sifət işlənməyib. Elə cavabımız burada oldu A variantı. Yəni, sifət yox. Yaxşı sözü burada hərəkətə aid olduğu üçün sifət yox, zərfdir. Sonra, təsirlik halda olan əvəzlik var. Bir nəfər yaxşı şəxs irəli çıxıb onu sözü təsirlik haldadır və əvəzlikdir. Bəli. Sonra, həm təsviflənən, həm də təsviflənməyən feil vardır. Təsviflənməyən çıxıb tanıdığı, təsviflənən isə dedi. Düzdür, səhvi istəmişdir. Yer və tərz hərəkət zərfləri işlənib. İrəli yerdir, yaxşı tərz hərəkət zərfidir. Zərfləridir. Deməli, işlənib. Cümlədəki sözlər quruluşuna görə sadədir. Cümlədəki sözlər quruluşuna görə bir nəfər şəxs irəli çıxıb onu, bəli, hamısı tanıdığı. Deməli, burada dıq sizi çaşdıracaq. Dıq felisifə şəkilsidir və qrammatik şəkilsidir. Ümumiyyətlə, bütün sözlər burada sadədir. Deməli, cavabımız burada A variantıdır. Keçid edirik növbəti sonuncu testə hələ ki. 44. Baxırıq. Nümunədəki sözlərlə bağlı yanlış fikirdir. A. Üçüncü misrada əlamət bildirən sifət adlıq halda olan ismə aiddir. Baxırıq. Üçüncü misra. Ağ buludlar köynəklərin sıxanda. Ağ burada əlamət bildirən sifətdir. Adlıq halda olan ismə aiddir. Ağ bulud. Bulud burada isimdir. Ağ isə əlamət bildirən sifətdir. A variantı düzdür. Növbəti. Sonuncu misrada cəm və mənsubiyyə şəkilsi qəbul etmiş mücərrəd isim var. Dərdlərimiz qoy dikəlsin, dağ olsun. Sonuncu misrada cəm və mənsubiyyə şəkilsi qəbul etmiş mücərrəd isim var. Cəm və mənsubiyyə. Dərdlərimiz, bəli, dərd mücərrədi, lər cəm şəkilsi qəbul edib, imiz də lər cəm şəkilsi qəbul edib, imiz də mənsubiyyə şəkilsi qəbul etmişdir. Bu yerindədir, düzdür. C-yə baxırıq. İkinci misrada quruluşca mürəkkəb, təsirlik hal şəkilsi qəbul etmiş konkret isimlər işlənmişdir. Deməli, quruluşca mürəkkəb ikinci misrada təsirlik hal şəkilsi qəbul etmiş konkret isimlər işlənmişdir. Baxırıq. Novruz gülü, qar çiçəyi çıxanda. Novruz gülü, nə çıxanda? Novruz gülü. Deməli, təsirlik halı yox, adlıq halda olan sözlər. C variantı təsirlik halı yox, adlıq halda olan sözlərdir. Ona görə C variantı ilə cavabımızdır. Sonra, dördüncü misrada hal şəkilsi qəbul etmiş əvəzlik işlənmişdir. Bizdən, elə ilk sözümüzdür, daha digərlərindən istəyirsiniz baxaq. Bizdən də bir yad eləyən sağ olsun. Deməli, bizdən sözü burada hal şəkilsi qəbul etmiş, çıxışlıq hal şəkilsi qəbul etmiş əvəzlikdir. Y variantına baxaq. Birinci misrada yelik, bayram yeli, bəli, bayramın yeli, yəni qeyri-müəyyən yelik haldadır. Sonra adlıq, yeli burada adlıq haldadır. Təsirlik halda olan isimlər hansılardır? Çardaqları. Təsirlik halda isimlər işlənmişdir. Deməli, cavabımız C variantı. Sağ olun, dəyərli izləyicilər. Növbəti testlərin izahı yaxın zamanlarda gələcək. Kanala abunə olmağı unutmayın.